Xoş gördük əziz dinləyicilər. Bu günləri Rusiya-Ukrayna müharibəsi başlayandan indiyənə qədər deyərəm ki, ən kütləvi hücumun şahidi olub bu günləri Rusiya və onun paytaxtı 620 dron hücumu baş verib və bu silahlarından da əlbəttə ki, İngiltərədən də olan silahlar var ki, bu günləri Rusiya bu barədə artıq bütün dünyaya qışqırır, hay-həşir salıb ki, İngiltərə, məhz Böyük Britaniya Ukraynaya silah verir. Halbuki illərdir artıq İngiltərə, yəni Böyük Britaniya Ukraynaya silah verir. Sadəcə olaraq bu günləri hay-həşir qaldırır və Rusiyanın Moskvanın və böyük şəhərlərə böyük bir yanğın törədiblər, yəni Ukrayna ordusu və həqiqətən də bu yanğınlar dediyim kimi həmişə belə zərbələr vurulduqdan sonra o saat atom silahı ortaya çıxır, o saat duginlər ortaya düşür, aman da qoymayın biz sizə atom silahı ataraq. İkinci isə bununla paralel çox vacib olan bir təlimə biz rast gəldik. Bu təlim nədən ibarətdir? Bu günləri NATO'nun şərq cinahında çox böyük bir qırıcı təyyarələrlə bərabər NATO ordusu bir təlim keçirdib. Rusiya bilirsiniz ki, məhz şərq tərəfdən özünə təhdid hesab edilir NATO. Əslində bu da NATO'nun da əslində qalsa Rusiyaya bir mesajıdır ki, bildirir ki, biz hazırıq, istənilən vaxtı sənin bu günləri təhdidlərinə biz cavab verə bilərik. Amma dostlar, burada ən vacib olan məsələlərdən biri nədən ibarətdir? Ondan ibarət ki, Rusiya bilirsiniz ki, artıq Ukraynaya 5 ildir ki, müharibə aparır və bilirsiniz ki, artıq qalib gələ bilmir. Bu aydın məsələdir və Ukrayna qalib də gələ bilməyəcək, məğlub olur, artıq bəzi kəndlərini itirib, artıq ordusu məhv olur, milyonlarla itki verilib. Bunun qarşısını ala bilməyən Rusiya həmişə uduzduqda, ağır zərbə aldıqda iki kartı ortaya salır. Bu iki kartdan biri nüvə silahıdır ki, bilirsiniz artıq bu öz populyarlığını itirir. İkinci isə ən vacib olan nədir? Bilirsiniz, onun trolları da bundan danışırlar həmişə. Bilirsiniz, Rusiya, mən nə bilim, NATO ilə vuruşur. Bilirsiniz, Rusiya bütün Avropa ilə vuruşur. Nə olsun? Müharibə başlayandan Ukraynada məhz Şimali Koreya ilə vuruşur. Məhz Çinin silahları ilə vuruşur. Məhz İranın silahları ilə, şahidləri ilə vuruşur. Məhz Ukraynada vuruşur da 3 dənə, 4 dənə dövlətə qarşı vuruşur. Amma əlbəttə ki, Rusiyada bu məsələni ortaya atanlar ki, bax görürsünüz, biz NATO ilə vuruşur. Bu gün Putinə sərf edir. Bu gün Putin hay-həşir salıb ki, İngiltərənin məhz Böyük Britaniyanın verdiyi raketlərlə Ukrayna zərbə vurur. Halbuki 5 ildir istər Shadowlar olsun, istərsə də Qərbin böyük silahları olsun, həmişə bu silahlardan Ukrayna zərbə vurmuşdu Rusiya. Amma bu günləri niyə görə bu qabardılır? Niyə görə bütün troll şəbəkəsi düşüb ortaya? Niyə görə bu günləri bütün Z blogerlər ortaya? Çünki Putinə bunun ehtiyacı var. Putin öz xalqına bildirmək istəyir ki, bax görürsünüz, mən dünya ilə vuruşuram. Bax görürsünüz, bu zərbələri əslində qalsa Böyük Britaniya silahları ilə vururlar. Bugün Böyük Britaniyanın baş naziri də, yeni baş naziri də bildirmişdi ki, biz sabit qədəmik öz fikirlərimizdə və dəstəyimizdə heç vaxt geriyə çəkilməyəcəyik. Hakimiyyətlər nə qədər dəyişir, dəyişsin. Çünki İngiltərənin, Böyük Britaniyanın siyasəti həmişə eyni xətlə və İngiltərənin, dünyanın və Avropanın maraqlarına uyğun olub. Orada dəyişən bir siyasət heç vaxt olmayıb. Əgər maraqlar varsa, dünya maraqları varsa, o maraqlarda İngiltərə siyasəti həmişə sabit qədəmdir. Yəni dostlar, uzun sözün qısası onu demək istəyirəm ki, bu günlərə də Z blogerlər ortaya atıblar ki, bəs aman da qoymayın Böyük Britaniya silah verir. Bu, məhz öz trollarına öz uduzmağını kompensasiya etmək üçün bildirmək istəyir ki, bax biz NATO ilə vuruşuruq. Ona görə də uduzuruq. Təşəkkür edirəm.